İzləyəcəklərimiz üçün ekranlara biraz daha yaxın əyləşin. Görün Rus əskərləri Ukrayna ilə mübarizədə hansı taktikaya əl atırlar? Rus əskərləri Ukrayna savaşında bu taktikaya əl atıblar. Rus əskərləri Donetsk vilayətinin Torskoye qəsəbəsi yaxınlığında irəliləyiblər, hətta liman istiqamətində də, eləcə də Zarojny rayonunda boz zonanı genişləndirə biliblər. Axaras xəbər verir ki, bu barədə Deep State belə bir məlumat bölüşüb. Məqalədə qeyd edilib ki, Rusiya Yanpola edilən uğursuz hücumlardan sonra ordunu limana qədər meşəlik ərazilərdə toplayıb. Belə ki, Ruslar Yanpola qərb tərəfdən yaxınlaşmağa başlayıblar. Onlar meşələrdə gizlənib kəndə daxil olmaq üçün yollar axtarırlar. Bu cəhdlər hələ də davam edir. Bəzən bir neçə nəfər kəndə daxil ola bilir, amma bir çox vaxtlarda onlar yerindəcə öldürülür. Ekspertlər bildirir ki, son günlərdə Ruslar sızmağa çalışdıqları ərazilərin miqyasını genişləndirə biliblər. Artıq bir neçə dəfə liman şəhərinin kənarına qədər irəliləyiblər. Onlar adətən gecə vaxtı kiçik piyada qruplarla əraziyə sızmağa çalışırlar. Məqsədləri isə əvvəlcə sağ qalmaq və digər qrupların gəlməsini gözləməkdən ibarətdir. Lakin bütün bunlara baxmayaraq Ukrayna müdafiə qüvvələri əraziyə tam nəzarət edir və PUAlar onları vaxtında aşkarlayıb müəyyən yerlərdə toplanmasının qarşısını ala bilir. Əziz izləyicilər, hər birinizdən xahiş edirik videonu bəyənib paylaşmağı, kanalımıza abunə olmağı unutmayın.